olmuşuq. Bu günlərin bizə Allah nəsib eləyib ki, onu Rəşadət qardaşımızı, Rəşadət Əlioğlunun qəbrinin üstündə Bərdə cəmaatı ilə, onun necə deyirlər, silahdaşları ilə bir yerdə keçirdik. Bəli, həm də müstəqillik günüdür. Şükür olsun bu günümüzdə ki, Azərbaycan bizim ən böyük var dövlətimiz bizim müstəqilliyimizdir. Həmən o müstəqillik ki, həmən o kişilər vaxtı ilə canlarını qoyublar ki, və bu müstəqilliyimiz olsun, Azərbaycan özə suveren bir dövlət olsun, azad bir dövlət olsun, öz bayrağı olsun, öz gerbi olsun. Kocavətdən gəlmişəm, Beyləqandan gəlir. Allah canınızı Burada başımıza baş eyin. hər birimiz bir-birimizin qarşısına başlayırıq. Siz çox gözəl təkrar edirsiniz. Mənim qəlbimdə, yəni mən döyüş gördüyüm üçün, komandir olduğum üçün itkin düşən nə qədər Azərbaycanda itkin düşən varsa, onun hər biri qəhrəmandır. Bəli. Bizim indiki əsl qəhrəmanlarımız bunlar. Bəli. Görsən nətərdir? O döyüşüb ki, axır patronuna qədər döyüşüb itkin qoymuşuq adam, o cür getməyib, elə-belə getməyib. O orada qəhrəmanlığın, sücayətin, vətənin, torpağın qoruyan insanlar. Mən çox danışa bilməyəm, mən də qardaşımdır. Əsl qəhrəman bax bu kişilərdir. Allah Taala bunun atası, anası, dayısı, qardaşı, bunların nə çəkdiyini biz bilmirik. Onu heç kim də bilirik, o dərəcədə içərdən keçirə bilmirik. Allah onlara səbri versin, Allah onlara nətərin düzün versin, Allah bütün itkin olan şəhidlərimizi gedib gəzən insanları var eləsin. Bizim borcumuz budur ki, biz bunlarla fəxr eləməliyik, bunları gəzməliyik, bunları axtarıb. Azərbaycan Respublikasında qəhrəman bu kişilərdir. İtkin düşən, nə qədər itkin gedibsə bunlardır. Yedi gündür gelirik, gedirik, sevə-sevə ziyarətində iştirak elədik, dəfnində iştirak elədik və biz fəxr duyduq. Əslində hər bir şəhidimizlə bağlı fəxr duyuruq və 32 il zaman keçirdi şəhadətindən, itkinliyindən
her zaman qəlbimizdə olubdur. Amma bu 7 gündə tamamilə başqa bir aura yaşadıq. Rəşadətin və Rəşadətin silahdaşlarının o son döyüşləri ilə bağlı danışıldı, necə döyüşüblər, necə itkin düşünənə qədər, yəni bunlar döyüşüb artıq ömürlərini vətən üçün fəda etdilər.